Axşamınız xeyir olsun değerli izleyicilerim, əsasən də xanım izleyicilerim. Bugün sizə Baygül'ün butikdən nə almışam özümə, yenilərimi göstərmək istəyirəm. Çünki xanımlar mənim geyimlərimi çox bəyənir və ümumiyyətlə göstərməyimi istəyirlər. Və bir də bu çəkilişi niyə edirəm? Bəziləri deyir ki, hə payatona ki, o hamısı göstərdiyini aldın, sənə verdilər və yaxud da, bəli, mən hər zaman nə göstərirəmsə alıram, özümündür deyə deyirəm, göstərirəm. Yəni ki, bu reklam üçün deyil də. Düzdür, əməkdaşlıq etdiyim insanlar ola bilər, amma özümə götürürəm. Belə bir jaket rənglərlə çox gözəldir, çox isti, uzun, yubqalarla, lasinlərlə möhtəşəmdir də, yəni bu jaketlər. Qızlar, bitməmiş mütləq şəkildə alın. Gedin, Əhmədidə yerləşir, Baygül'ün butiki. Saroçkalardan başlayaq, sizə göstərim. Əynimdəki saroçka da cins də Baygül'ümdəndir. Çox super saroçkalar var, rəngləri ilə bax belə oduncu saroçkalarımız, yəni kliçatı. Bax, sonra bu rəngdə var. Mən götürmüşəm. Mən saroçka çox sevirəm. Yəqin əynimdə hər dəfə görürsünüz fərqli saroçkalar. Baygül'ümdən götürmüşəm. Turan klinikasının yanındadır. Bu arada çox rahat bir yerdədir. Zara'nın belə bir geçək sweatshirtü belə göstərim. Daha belə geçək aydın görün. Payız pullarında, renklərində uzun, gözəl platya götürmüşəm. Sadə, topuğa qədər qara rəngdə və bunun boz rəngi də var idi. Belə əlbisədir və arxası da belə bağlamalı. Tam figuranı göstərir, gözəl slim, arx göstərir sizi və gözəl durur əynində. İndi isə keçirirəm bura. Belə bir sweatshirt. Və qızlar, belə bir cins götürmüşəm. Zakryovkalı, dəmirlərdir, görürsünüz qırağında da. Siyri rəngi də var və cins də var. Artıq mən onu geyinmişdim etirə. Görmüşsünüz yəqin ki. Çox qəşəng sweatshirt. Bayaqki çəkilişdə göstərdim, yarımçıq qaldı deyə. Bir də göstərirəm. Cinslidir. Bura varatni çokol və qolları. Cinsdir. Cinslərlə super gedir də. Yəni çox qəşəng görsənir. Bunu əynimdə də çəkiliş etmişəm. Baxanlar artıq məlumatlıdır. Çox qəşəng bir kurtka. Belə. Geyindin, getdin gəzməyə. Qolları gözünüz çox rahat, yüngül, sadə. Nə xoşuma gəldi. Çox qəşəngdir. Daha belə içmə. Geyindin, getdin. Çox rahat şəkildə. Daha nəyimiz qaldı? Hamısını göstərdim sizə. Nəsə də qaldı. Sonra qəşəng mişoklar götürmüşəm. Selindən bu rəng. Qəhvəyi tonda bir də qara rəngdir. Oysonun qəşəng dəstini götürmüşəm. Ümumiyyətlə Baygül'ündə Oysonun tək-təkdə bax bu rənglərdə sarı rəngi, siyri, korичневый hər rəngdə var şalvarları. Mən bu tonda belə şalvarın bir də artıq geymişəm, ona görə gecikir. Tərsinə çıxardım. Koymuşam ki, sizə göstərim, sonra yerinə qoyum. Bir də koftası. Bax belə. Bu da koftuçkasıdır. Hətta bunu mən geyinəndə yoldaşım deyir ki, bu pejamadır. Nə qədər rahatdır, nə qədər gözəl material var. O qədər belə incecikdir ki, rahat. Baygül'ümdəndir hər birisi. Dəyərli izləyicilər, durmayağa və əynimdəki şalvarım. Gördüyünüz kimi. Bax, şalvarım, qəşəng ipi də var belə. Və gördüyünüz kimi əynimdəki saroçkam, cinsim Baygül'ün butikdəndir. Hər kəs bugün geymişdim, soruşdu ki, cinsiniz hardandır? Təbii ki də Baygül'ümdən. Təşəkkür edirəm Gülü sənə. Ona görə ki, çox zövqlü xanımsan və gündəlik geyimlərinin deyərdim ki, elə bir nömrə. Yəni məkanı sanki nə çıxsa gətirirsən, gözəl xanımlarımız, gözünüz Baygül'ün butikdə olsun və gedin, məncə səhifədə yox, səhifədə çox şey paylaşılmır. Gedin, butikin özündən baxın, alın, aldırın, geyinin, keçirin, özü münasib qiymətə də. Elə belə şey mən sizə demirəm, elə belə yeri məsləhət görmürəm. Özüm də sevə-sevə alıb geyinirəm, Baygül'ümün malların, geyimlərini görürsünüz. Öpürəm hər birinizi, qumu sizi məlumatlandırır ki, siz də biləsiniz. Qəşəng-qəşəng gedib geyinib keçiniz.